bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam əziz izləyicilər. Qarşıdakı gün üçün Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı ən vacib məlumatları sizin üçün bir araya gətirdik. Avqustun 29-da ölkə ərazisində hava şəraitinin bəzi bölgələr üzrə fərqli keçəcəyi gözlənilir. Xüsusilə küləkli hava, dağlıq və dağətəyi ərazilərdə isə yağıntı ehtimalı diqqət çəkir. Milli Hidrometeorologiya Xidmətinin son məlumatlarına əsasən avqustun 27-dən 30-na qədər bir sıra ərazilərdə küləyin güclənməsi ilə bağlı xəbərdarlıq verilib. Bu səbəbdən avqustun 29-da açıq havada uzun müddət qalacaq şəxslərin, sürücülərin və təsərrüfat işləri ilə məşğul olan insanların küləkli hava şəraitini nəzərə almaları tövsiyə olunur. Bakıda və Abşeron yarımadasında gün ərzində əsas diqqət küləyə yönələcək. Şimal-qərb istiqamətli küləyin ayrı-ayrı vaxtlarda güclənməsi mümkündür. Xüsusilə açıq və hündür ərazilərdə küləyin təsiri daha çox hiss oluna bilər. Paytaxtda hava əvvəlki günlərlə müqayisədə bir qədər sərin keçə bilər. Gün ərzində dəyişkən buludluluq müşahidə oluna bilər və əsasən yağmursuz hava şəraiti gözlənilir. Abşeron yarımadasında da oxşar hava şəraiti ehtimal olunur. Səhər və günorta saatlarında küləyin güclənməsi mümkündür. Dəniz kənarı ərazilərdə küləyin təsiri daha qabarıq hiss oluna bilər. İndi isə keçək Azərbaycanın bölgələrinə. Şimal bölgəsində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən ərazilərində hava şəraitinin əsasən dəyişkən olması gözlənilir. Bu ərazilərdə küləkli hava diqqətdən yayınmamalıdır. Dağlıq ərazilərdə isə buludluluğun artması və bəzi yerlərdə qısa müddətli yağış ehtimalı mümkündür. Şimal-qərb bölgəsində Qafsa, Qatala, Balakənd, Şəki və Qəbələ ərazilərində hava şəraitinin daha çox dağlıq relyefdən asılı olaraq dəyişməsi gözlənilir. Günün ayrı-ayrı saatlarında buludluluq arta bilər. Dağlıq və dağətəyi ərazilərdə qısa müddətli yağış, bəzi yerlərdə isə şimşək ehtimalı nəzərə alınmalıdır. İsmayıllıq, Şamaxı, Ağsu və ətraf ərazilərdə də hava şəraitinin dəyişkən olması mümkündür. Xüsusilə dağlıq hissələrdə yağıntı ehtimalına görə səyahət edənlərin diqqətli olması məqsədə uyğundur. Qəbələ, Oğuz və Şəki istiqamətində təbiət qoynuna səyahət etməyi planlaşdıranlar üçün də hava şəraitində qəfil dəyişiklik ehtimalını nəzərə almaq vacibdir. Yay fəslinin son günlərində belə dağlıq ərazilərdə hava qısa müddətdə dəyişə bilər. Gəncə və ətraf rayonlarda hava əsasən dəyişkən buludlu keçə bilər. Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Ağstafa və Qazax istiqamətində küləkli hava şəraiti diqqətdə saxlanmalıdır. Daşkəsən və Gədəbəy kimi yüksək ərazilərdə isə hava şəraiti digər bölgələrə nisbətən daha sərin və dəyişkən ola bilər. Dağlıq ərazilərdə yağıntı ehtimalı da nəzərə alınmalıdır. Mərkəzi Aran bölgəsinə gəldikdə isə Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar və ətraf ərazilərdə əsas diqqət küləyə yönəlir. Gün ərzində temperatur nisbətən yüksək hiss olunsa da küləyin güclənməsi havanın ümumi təsirini dəyişə bilər.